kövrəlməyin. Aygün xanımın da ruhu bizimlədir. Sabah Aygün bəylərin anım günüdür sabah. Allah rəhmət eləsin. Amin. Allah bütün 2 ildir bizlə yoxdur. Allah sağlığı sağlığı. Allah sizə can sağlığı versin. Bəli, 2 ildir. Allah sizin kimi gözəl, dəyərli insanları var eləsin ki, yad eləyirsiniz. Mənim ən çox çalışdığım populyar tanınmış olmaq deyil əsla. 25 ildən artıqdır ki, biz qadın məclislərində iştirak eləmişik, eləyirik. Yəni, ehtiyac yoxdur bizə əsas pul qazanmaq, ailəni dolanmaq. Amma sırf Aygün dünyasını dəyişəndən sonra mən istədim ki, mən hansı verilişə gedim, Aygündən azacıq da olsa xatırladaq Aygünü. Daim Aygün qəlblərdə yaşayır.